qədər düzgünlükdən video çəkənlər idi. Bunlar ki, dünənə qədər yetimin yanında olanlar idi. Bunlar ki, dünənə qədər ehtiyacı olanların yanındaydı. Bunlar ki, dünənə qədər... Sen onlara neye baş kaşırsan ki? Siz utanın yere girin. Başka hiçbir şey. Başka size hiçbir şey demirəm. Mənim bu gündən sonra Azərbaycan platformasında ne yayımcı dostum var, ne de blogger dostum var. Başka hiçbir şey. Ona göre de Azərbaycanda hem yayım açan, hem blogger adını daşıyan bütün TikToker ve blogger dostlarıma buradan səslənirəm ki, mən bundan sonra sizden dost değilim. Ama ayıp olsun ki, mənə öz salmınızda qardaş deyirsiniz. Ama nedir? Bugünkü gündə hər kəs söylə bilər. Ama üzbəyüz gəlib söymək ayrı bir şeydir. Bu hər kişinin başı üçün deyil. Bugünkü gündə məni nüfusdan salmaq istəyən, məni ayağımı dartmaq istəyən, o ki mənə zən vurursuz, PK eləmə, onu eləmə deyən blogger dostlarım. Sizlərin bloggerlikdən xəbəriniz yoxdur. Ona görə də mən çox Ləmanın efirində danışmaq istəmirəm. Instagram hesabımda sabah yayımda olacağım. TikTok'ta çok danışa bilmirəm. Yayın bloka gedir. Instagram hesabımda çok güzel sözler danışacağım. Blogger dostlarımın hakkında. Ama size bir söz deyin. O kimlerin ki ihtiyacı var. Sizin kimi bloggerlere müracaat edin. And olsun Allah'a deyirəm, eləməsin. Çünkü siz bugünkü günde publikaya oynayan bloggerlersiniz. Sizinle dostluktan, sizinle yoldaşlıktan, sizinle yayımçılıktan hiçbir şeyden xəbərimiz yox. And olsun Allah'a deyirəm. Bir daha şahid oldum ki, mənim bu platformada blogger dostlarım yoxmuş. Dünənə qədər mənim necə dəstəkçilərim vardı, indi də var. Dəstəkçilərə görə də mənlə oynayan yayımçılar da mənə bundan sonra lazım deyil. Elə ən gözəl xaricilərlə oynayıb, xaricilərlə PK eləməkdir. Necə ki, bugünkü gündə Səfər Eyvazov xarici yayımçılarla PK edir. Azərbaycan bloggerlərin, Azərbaycan yayımçıların içində hörmətlidir. Belə zor deyir, belə əla deyir. Ona görə də bugünkü gündə nə Azərbaycanın yayımçıları ilə, nə Azərbaycanın bloggerləri ilə PK eləmək heç bir şəkildə düzgün deyil. Çünki hamımız satqınsız.